isə diş fırçalardır, amma silikonludur. Düz bunları tələsmişəm almağa, amma düşünürəm ki, əlimin altında olsun. Mən xoşlayıram əlimin altında olmağı, sonradan düşünmək istəmirəm. Ona görə də aldım. Bu fırçalar da plastik olsa da uşağa ziyansızdır. Burada qeyd olunub, BPA yoxdur tərkibində. Bu isə uşağın butulkasını yumaq üçündür. Yenə də bu da Baby Dream markasınındır. Bu hissədə də balaca fırçası var, butulkaların ağız hissəsini təmizləmək üçün. Daha sonra uşaq yemək yeməyə başlayandan sonra belə bir sinek qabları aldım. Qablar 3 hissədən ibarətdir. Böyük, orta, bu da isə balaca. Çöldə olanda rahatçılıqla bunun içərisinə quru yeməklər qoyub və yaxud da ki, ləpə qoyub, piçenni qoyub aparmaq olar. Bunlar da BPA-sizdir, yəni uşaq üçün ziyansızdır. Əslində bunu edə bilmişəm ki, qolsuz fartuqdur. Amma bu qollu fartuquymuş və bir dənədir. Mən elə bilirəm ki, o birisi qolsuz fartuqlar 2 dənə idi. Bu səndəmə bir dənə imiş. Bunu da açıb göstərim. Uşaq yeməyə başlayanda çox yaxşıdır. Üstünü batırsa belə buna dəyəcək və bunu soyuyub rahatçılıqla asmaq olar və paltarlarına heç nə dəyməyəcək. Mən bunu 11 manata almışdım. Podruqam Temudan bunun birini 4 manata alıb. Bir də əlavə almaq istəsəm, yəqin ki, Temudan alacağım. Ən son bir də bu da 6 dənəlikdir. Bunun da içərisində ləpə, istədiyiniz bir şeyləri daşımaq olar və parka falan çıxanda çox yaxşıdır. Qapaqları da var. Düşündüm lazım olan bir şeydir. Uşaqlı alanlar üçün qurtarıcıdır məncə.